İyunun 27-si səhər saat 5-də yatdığımız yerdə evimizin qapısını qırıb, maskalı şəxslər mənzilə hücum etdilər. Turkusan az məlumat verir ki, bunu Oxu Haza açıqlamasında Rusiyanın Yekaterinburq şəhərinə hücuma məruz qalan Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov bildirib. O deyib ki, maskalı şəxslər xüsusi hazırlanmış dəmir alətlə mənzilin qapısını qırıblar. Birinci qapı döyüldü. Anam dedi ki, sahə müvəkkilidir. Yerimdən durub qapıya yaxınlaşdım. Gözlükdən baxanda gördüm ki, qapıda 20-yə yaxın maskalı şəxs var. Bildirdilər ki, 3-ə qədər sayırıq, qapını açmasanız qıracağıq. Mən qapını açmağa macal tapmamış qapını qırıb evə daxil oldular. İçəri girən kimi hamımızı uzatdılar, yerə çıxdılar belimizə. Bellərindən dəmirli kəmərləri açıb başladılar bizi döyməyə. Məni, qardaşımı və atamı lüt soyundurdular, başladılar həmin kəmərlərlə bizi vəhşicəsinə döyməyə. Heç kimə heç nə demirdilər. 40 dəqiqə bizi evdə vəhşicəsinə döydülər. Sonra üçümüzü də yerlə sürüyə gətirib Qazel markalı mikroavtobusda ayaq altına atdılar. Türüyəndə ayağım burxuldu, dedim ki, yeriyə bilmirəm. Başladılar yenə döyməyə ki, ayaq qalxmalısan, yoxsa öldürəcəyik. Üçümüzün də boynundan basıb sürüyə atdılar maşına. Sonra yenə Qazeldə yerə yıxıb çıxdılar üstümüzə. Bizi maşında döyə apardılar polis idarəsinə. Qardaşımla məni bir kəmirəyə saldılar. Atamı ayrı kəmirəyə. Kəmirəyə salan kimi başladılar bədənimizə elektrik cərəyanı verməyə. Elektrik cərəyanı verirdilər, döyürdülər, işgəncə verirdilər. Deyirdilər ki, Paşayevi tanıyırsınızmı? 2001-ci ildən danışırdılar. Başqa heç nə demirdilər. Elə ancaq onu soruşub döyürdülər. Qeyd etdim ki, mən 1997-ci il təvəllüdəm. 2001-ci ildə mənim 4 yaşım olub. Dedilər ki, yəqin atandan eşidərsən boynuna hal. Səfərov bildirir ki, polis idarəsində onlara deyiblər ki, ya döyüb öldürəcəklər, ya da könüllü formada Ukrayna döyüşlərinə göndərəcəklər. Dedilər ki, ya sizi döyə öldürəcəyik, ya da Ukraynaya müharibəyə göndəririk. Mən bildirdim ki, 2018-ci ildə Rusiya vətəndaşı kimi hərbi xidmətdə olmuşam. Dedilər ki, fərqi yoxdur. Sonra yenidən başladılar bədənimizə elektrik cərəyanı verməyə, sonra məni qardaşımdan ayırıb dəhlizdə uzandırdılar. Dəhlizdən keçən hər kəs məni vurub üstümdən keçirdi. Başıma, bədənimə, qarnıma təpiklə vurub keçirdilər. Sonda məni ayaq qaldırıb bildirdilər ki, qol çək, səni Ukrayna döyüşlərinə göndəririk. Ya orada öləcəksən, ya da polis bölməsində döyəcəyik. Sənədləşmə aparırdılar ki, məni və qardaşımı Ukrayna döyüşünə göndərsinlər. Elə bu vaxt Azərbaycanın Yekaterinburqdakı diasporunun sədri Şahin Şirinski gəlib. Bizi onların əlindən aldı. Yoxsa bizə qol çəkdirib Ukrayna müharibəsinə göndərəcəkdilər. Şahin müəllim danışıqlar aparıb məni və qardaşımı azad etdi. Hazırda yeriməyə çətinlik çəkirəm.